Quduzluq insanlıq tarixində ən qorxulu xəstəliklərdən biri olub. Min illər boyu quduz heyvan dişləməsi demək olar ki, qaçılmaz ölüm hökmü sayılırdı. Çünki virus sinir sistemi ilə beyinə doğru səssiz, lakin sürətli şəkildə irəliləyir və simptomlar başladıqdan sonra sağ qalma ehtimalı demək olar ki, sıfıra düşür. Bu qaranlıq tarix 1885-ci ildə dəyişdi. Fransız alim Louis Pasteur quduzluğa qarşı ilk effektiv peyvəndi hazırladı. Maraqlısı odur ki, Pasteur həkim deyildi. O, kimyaçı və mikrobiyoloq idi. Buna baxmayaraq, elm tarixinin ən cəsarətli addımlarından birini atdı. Pasteur, quduzluq virusunu yoluxdurduğu dovşanların onurğa beynini qurudaraq virusu zəiflətdi və bu zəiflədilmiş virusdan peyvənd hazırladı. İlk dəfə peyvənd 9 yaşlı Joseph Meister adlı uşağa tətbiq olundu. Uşaq quduz it tərəfindən 14 yerdən dişlənmişdi və hamı onun öləcəyini düşünürdü. Peyvənd kursu uğurlu oldu və uşaq sağ qaldı. Bu hadisə tibbdə inqilabi dönüş nöqtəsi sayılır. Maraqlı faktlardan biri də budur ki, quduzluq peyvəndi xəstəlik baş verdikdən sonra təsir edən nadir peyvəndlərdəndir. Yəni virus bədənə daxil olduqdan sonra belə vaxtında peyvənd vurularsa insan xilas ola bilər. Bunun səbəbi virusun beynə çatmasının günlər, hətta həftələr çəkməsidir. Bugün Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada hər il təxminən 59 min insan quduzluqdan həyatını itirir. Ölüm hallarının böyük əksəriyyəti peyvəndə vaxtında çıxışı olmayan bölgələrdə qeydə alınır. Statistikaya görə müalicə olunmayan quduzluq hallarının ölüm faizi 99%-dən yuxarıdır. Quduzluq peyvəndinin kəşfi təkcə bir xəstəliyin qarşısını almadı, həm də müasir immunologiyanın əsasını qoydu. Louis Pasteur'in bu işi sübut etdi ki, elm bəzən risklidir, amma doğru anda olunan risk milyonlarla insanın həyatını xilas edə bilər.